Məktəbi elmi imamət məndə vardır, səndə yox. Şöhrəti, şanu, şərafət məndə vardır, səndə yox. Sən qədiri xummidən qəsdən olubsan bir xəbər, ol səbəbdəndir həqiqət məndə vardır, səndə yox. Mən deyən mövla-rükudə sailə vermiş zəkat, rəhbər-i kanu, səxavət məndə vardır, səndə yox. Sən sevən şahlar mənim şahım kimi adil deyil, ədl ilə etmək xilafət məndə vardır, səndə yox. Xəlq ilə rəftarıda Allah böyük səbr istəmiş, mənbə-i səbr-ü dəyanət məndə vardır, səndə yox. Hansı şahın başına mehrabidə zərbət deyib? Nuş edən cam-u şəhadət məndə vardır, səndə yox. Şiəyəm, fəxr edirəm ki, aləmi ixlas edən, eyləyən bərpa ədalət məndə vardır, səndə yox. Cahil oldun, keçmədin 14 dənə dərvazədən. Şafi-i ruzi qiyamət məndə vardır, səndə yox. Seyyida, sən söylə ol, nadana olsun baxəbər. Ən nəhayət ki, imamət, vilayət məndə vardır, səndə yox. Bağışlayan və mehriban Allahın adıyla. Dəyərli xalqımız, əziz, müsəlman, bacı və qardaşlarımız, hər vaxtınız xeyir olsun. Bəli, xeyir günlərdən biri də elə bu gündür, vilayət bayramı, gözəl Qədirxum bayramı. Bayramınız mübarək olsun. Allah təbarək və teala əli və övlad əlinin dinində həm sizləri, həm bizləri sabit qədəm eləsin. Dəyərli izləyicilərimiz, mən qonaqlarımı sizə təqdim etməzdən əvvəl, hər dəfə olduğu kimi bugün də sizdən bir ricam var. İrs Media səhifəmizə abunə olmağı unutmayın. Bizə mənəvi dəstək olun ki, biz də hər zaman sizlərin xidmətində olaq. Bəli, bugün studiyamızın çox dəyərli qonaqları var. Həm elmləri ilə, həm qardaşlıqları ilə, həm xidmətləri ilə illərdir xalqın xidmətində dayanan mənim çox dəyərli qardaşlarımın bugün vədini almışıq. Bu bayram günündə onlar studiyamıza vaxt ayırıblar. Beləliklə, dəyərli ilahiyyətçimiz həm səsi ilə, sözü ilə, elə qardaşlığı ilə illərdir xidmətdə olan mənim dəyərli ilahiyyətçi qardaşım Hacı Ramin. Hacı, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Mən də sizə təşəkkür edirəm. Allah sizdən razı olsun. Mən də öz növbəmdə bütün Əhl-i Beyt sevərləri Qədirxum bayramı münasibəti ilə təbrik edirəm. Çox sağ ol canım, Allah razı olsun. Allah bu bayramı bütün Əhl-i Beyt sevərlərə mübarək qərar versin. Təbii ki, ən böyük bayramlardan biri də Qədirxum bayramıdır. Bu Qədirxum bayramı eynən Məbəəs bayramına oxşayır. Bizə Peyğəmbərin bayramıdır Məbəəs. Bu bayramda vilayətin günəşi Həzrəti Əli ibn Əbu Talib əleyhissalamın bayram günüdür. Mən də təbrik edirəm. Çox sağ ol Hacı, Allah razı olsun. Dəyərli vaxtıma görə, zamanıma görə xüsusən minnətdarlıq bildirirəm sizə. İnşallah ki, gözəl söhbətlərimizlə verilişimiz davam olunacaq, amma mən daha bir əziz qonağımı sizə təqdim etmək istəyirəm. Mən qonaq desəm düz gəlməz, şəxsən bizim ağsaqqalımız, əzizimiz, böyüyümüz, böyük qardaşımız illərdir həqiqətən də həm qəzəlləri ilə, şeirləri ilə, qissələri ilə, mən deyərdim ki, novhələri ilə bu xalqın xidmətində olan mənim dəyərli qardaşım, şair qardaşım, Azərbaycanımızın sevimlisi və Azərbaycanımızın İslam mədəniyyətini başqa ölkələrdə təmsil edən Hacı Elşən Xəzər. Hacı, xoş gəlmişsiniz. Bayramınız mübarək olsun. Allah, xoş gününüzə gələ həmişə. Bayramımız mübarək olsun, əziz qardaşlarım. Mənim üçün bu ikili bayram oldu. Həm ağanın Qədirxum bayramıdır, həm də mənim əziz qardaşım, gözümün nuru, başımın tacı, Hacı Raminlə bir verilişə salmışsınız bizi. Mənim üçün lap əziz oldu, gözəl oldu, başvurdan. Bayramımız mübarək, bütün tamaşaçılarla hamını salamlayıram və bayramımız mübarək olsun deyirəm inşallah. Çox sağ ol Hacı. Sizə də öz təşəkkürümüzü bildiririk, vaxt ayırdığınız üçün Allah sizdən olsun. Sağ olun. Hacı Ramin, dəyərli ustadım, dəyərli qardaşım, bax, mübarək Qədirxum bayramıdır. İstəyərdim bir qədər bu günün feyzindən, mahiyyətindən danışaq inşallah. Buyurun, söz sizdədir. Təşəkkür edirəm. Bismillahirrahmanirrahim.
Amma ba'd ve salatu ve selam. Kâlallahu fi kitabin mubin. Bismillahirrahmanirrahim. Allahu Teala bu bayramı bizler için hasan qərar verib. Hazreti Resulullah'ın axırıncı həcc vidasından qayıdından sonra Qədirxum deyilən bir məntəqə ki var idi. Bu bayramın olmalığı üçün minlərlə insanların orada toplanması olub, 3 gün Allah'ın ki ayətini Həzrəti Peyğəmbər cəmaata çatdırmalıdır deyənə, çünki o təbliğ ayəsidir. Orada təbliğ var deyə həm ayəni çatdırmalıdır, həm də təbliğ eləməlidir. Çünki Həzrəti Rasulullah və Xatəmən Nəbidir, Peyğəmbər Rasulullah o ili dünyasını dəyişdir. Bir də həcdə olmayacaq. Allah da öz işini tamamlayacaq deyənə, həm Peyğəmbərin ömrü tamamlanacaq və bu din başsız qalmasın deyə və Allah Teala nəinki Peyğəmbərə o günü ta vilayətin günəşi və 11 imamın atası və yeganə o imamdır ki, hamısı vəliyullahdır, bir dənə əmiril müminin Əli ibn Əbu Talibdir. Bunun ki, cəmiyyətə çatdıracaq, Peyğəmbərlik xətm olunub, ondan sonra bu Peyğəmbərin yerində bir ilahi əmr sahibi olmalıdır. Allah Müteal bu ayənin barəsində çox xəbər verib. Bu təbliğ ayəsindən də əlavə bu çatdırılacaq və cəmaata elan olacaq, təbliğ olundu. Bu ayə Qədirxumun haqqında 2 ayə var. Biri İkməl ayəsidir, kamil ayədir. O Əl-Maidə surəsinin 3-cü ayəsi. Biri də məhşur ayədir ki, Qədirxumdakı. O da Əl-Maidə surəsinin 67-ci ayəsidir. Biri İkməl ayəsidir, bir də təbliğ ayəsidir. Bu 2 ayəni orada Həzrəti Peyğəmbər cəmaata çatdırmalıdır. Hətta o ayədir ki, və yəqsimkə minən nas. Mən qoruyacam səni insanlardan. Görəsən nə məsələ vardı ki orada? Ki Allah deyir ki, mən səni insanlardan qoruyacam. Bismillahirrahmanirrahim. Ya eyyuhər Rasul, bəlliğ ma unzilə iləyk min Rabbik. Və illəm təfəl, bəlləğtə risalət. Və yaxsubkə minən nas. Allah deyir orada. Sənə əmr olunanı cəmaata çatdır. O şey ki, min Rabbikə Rəbbündəndir. Peyğəmbərin əmsi olur deyə, ki, Peyğəmbər bunu qabağa verir deyə, bu məsələ deyir. Bu əmri ilahidir. Allahın əmridir. Peyğəmbər özündən bir söz deyə bilməz. Çünki Qur'an-ı Kərimdə Nəcm surəsində ayət var, əvvəlin ayələrində, 2-ci ayəsində var ki, وَمَا يَنْتِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى. Peyğəmbər sizə həva həvəsi nəfsindən söz deməz. Hər nə desə Allahın vəhyidir. Bu hədis deyil, bu ayətdir. Bu ayət Peyğəmbərin sözüdür, bu ayət Allahın sözüdür. Və bütün orada insanlar da Həzrət Peyğəmbərin sözündən sonra Həzrət Peyğəmbərə hamısı ehtiram olaraq çox sağ ol dedilər Peyğəmbər. Və orada hamı da qəbul elədi. Zahirən qəbul elədi, batinən qəbul elədi, fərq eləməz. Hamısı qəbul elədi. Bir adam ki, rəhbər seçilib hal-hazırda.
o rəhbər seçilən adamı hal-hazırdakı vəziyyətdə yarı insan qəbul edər, yarı insan qəbul edəməz. Müxalif olar. Necə Peyğəmbər aleyhissalam, Rasulullah, Peyğəmbərlik zamanında hamı dedi Muhammedən Rasulullah. Allahümme salli ala Muhammed. Şəhadət verirlər, amma bəzən itaət eləmirlər. Baxırsan, itaət odur ki, sənə əmri dedi, sən onu icra eləməlisən. Əmr yuxarıdan aşağıyadır. Əmr icra olunmur, müzakirə olunmur. İtaət də mənim vacib borcumdur. Çünki Peyğəmbərin sözü Allahın sözüdür. Mən Allahın sözünü icra eləməliyəm. Orada da Əli ibn Əbu Talib aleyhissalam ki, imamətini ki, orada elan elədi və hətta Əli aleyhissalamın əlin qaldıraraq 3 dəfə deyib bu sözü. Bəzi yerdə 4 dəfə deyir. Çox yerdə 3 dəfə deyir. Bu ayəni deyəndən sonra Həzrəti Peyğəmbər, Həzrəti Əlinin əlin qaldırdı. Dedi, mən kuntu mövləhu fəəz aliyyum mövlə. Mən kimin mövlasıyamsa, əl də onun mövlasıdır. İndi bəzi xəbərlərlə deyirlər, bütün İslam dünyasında, kitablarda, böyüklərdə, ələmlərində, mühaddislər, hədis əhəlləri, bunlar hamısı Peyğəmbərin bu sözü deməyini təsdiq edib və yazıblar. İndi mən kuntu mövləhu fəəz aliyyum mövlə. Bu mövla sözündə rəhbər də var. Ağa da var. Dost da var. İmam da var. İmam da var. Ha? İndi bəzilər ki, bu mövla sözündən dostu çıxardırlar ki, Peyğəmbər aleyhissalam ki, dünyasını dəyişəcək deyənə, Həzrəti Əlinin o cəmaatlarla biraz narahatlığı olub deyəsən arasında, o yığdı ki, onları orada başlasın. Həzrəti Peyğəmbər Yəni sülh yaratsın. Sülh yaratsın. Yəni, Həzrət Peyğəmbər rəhmətəllil aləmindir. Quran deyir, وَمَا أَرْسَلْنَاكَ إِلَّا rəhmətəllil aləmin. Ənbiya surəsi 107-ci ayədə deyir Allah bunu. Ha? Peyğəmbər əleyhissalam o üstü yerdə, qumluq, yorğunçuluq. Həzrət Peyğəmbər bu sözü deməyinə görə 3 gün o insanlara incidər, o rəhmətəlli aləmin. Dostumdur. Dostumdur deyəcəkdir, yəni bu mənim dostumdur. Həm də qardaşı da heç, qardaş ara dostlar. Aha, bu qardaşdır. Bu Quran. Ali İmran surəsinin 61-ci ayına nəzər salın. Orada buyurur ki, Allah nisa'ana nisa'əkum, əbna'ana əbna'əkum, nisa'ana nisa'əkum, ənfusana ənfusakum. Qardaş nədir? Ondan da. Bu qardaşlıq sənlə mənim dünya işim ola bilər. Biz qardaş ola bilərik. Amma burada ilahi sözü var, ilahi əmri var. Allah burada açıq və aşkar Əli əleyhissalamın Peyğəmbərlə eyni özün olmaqlığın Allah bizə çatdırıb. Onunla onun fərqi yoxdur. Fəqət bu Peyğəmbərdir, bu da imamdır. Və bunlar ayrılmayan bir ilahi neymətlərdir. Niyə görə bu söz deyir Peyğəmbər? Hə? Allah mı, neçin bunları belə edib? Yəni fərqləndirmək olmaz. Fərqləndirmək olmaz. Ayə bu deyir. Özü ilə özün. Da özü ilə əxi demədi, qardaşı gətir. Hə? Dostu gətir, mühubbu gətir, məhəbbət. Belə şey deməyib. Allah orada deyir ki, ənfusana ənfusakum. Açıq başlar ayədir bu. Yəni bunu inkar eləmək olmaz ki. Bu ayətdir. Bu Allahın sözüdür. Bu hədisi deyərsən, misal üçün, ola bilsin insan hədisi qəbul etməz. Ona görə qəbul etməz ki, yəqin ki, bu möhtəbər deyil. Onun səhihliyini axtararsan. Bu ayənin ki, sən səhiddir sözünü deyə bilməzsən. Çünki Quran bilir, bu hədis hansısa bir
ravidən gəlir, mühaddisdən gəlir. Sən bunu onda araşdıra bilərsən. Bu ayədir, kəlamullahdır. Bu araşdırılmır, bu qəbul olunur. İndi sən qəbul edirsən, eləmirsən, özünlə Əl-İslam'a baxma, Peyğəmbərə baxma. Özünlə, imanınla Allah arasına bax. Bu ayə Peyğəmbərdir, nə də imamdır. Bu ayə Allahın sözüdür. Bunu mən mümkündür ki, qəbul edə biləm. Ben bunu Kur'an okuyuramsa, ben bunu kabul etmeliyim. Enfusana enfusakum dedi ha. Özünüm özün. İndi bu ayədə ki, rəhmətəllil aləmin. Peyğəmbər rəhmətəllil aləmindir. İndi Əl-İslam kimdir bəs? O da rəhmətəllil aləmindir. O imam təyin olunmalıdır ki, əvvələn o məsum olsun. Və elmi əvvəlindən bilsin. Məsum olsun. Birinci məsumiyyətidir. Əl-Əhzab 33-də kifayət edir də. Orada mutahhirəkum tathhira deyilir Quranda. Kişilərin zəmindən danışır orada. Qadın zəmindən danışmır. Kun nə demir ki, orada kum deyir. Yaxşı. Orada da məsumluğu var. Əl-Nisan surəsinin 59-cu ayəsində də itaəti var. Yaxşı. Və ulul əmri minkum var. Baxırsan, əmr sahiblərindən itaət ediyor. Bu da əmiril mominindir. Peyğəmbərdən sonra əmirdir və itaət də vacibdir. Və məhəbbət ayəsi, ümumiyyətlə, necə deyimsə, bu hədislər, mən kuntu mevlahu fəhədə aliyyum mevla qədurxumdir. Həzrət Peyğəmbər qədurxumda 2 dənə hədis deyib. Necə 2 dənə ayədə bu qədurxum haqqında? Hacı Mehdi, Hacı Eşən. 2 dənə ayədir, bir kamil ayə, ikmal ayəsi, bir də təbliğ ayəsi. Orada 2 dənə hədisdir. Biri hədisi Sakaleyndir. Bütün İslam dünyasında bu 2 hədisin Peyğəmbərin dilindən deməli səhih olmaqlığı yazılıb orada. Əhl-i təsənni alimlərində də, əhl-i təşəyyü alimlərində də. İkisində təsdiq olunmuş. Yaxşı. Biri Qur'an və itirətdir. Bir də ki, Əl-İslamın mövlalığıdır. Rəhbərliyi, imamlığıdır. Bu 2 hədis Qədurxumda deyilib Peyğəmbər tərəfdən. Yəni Qədurxum ən ali bayramdır. Ən ali bayramdır. Niyə? Çünki mənim dünya və axirətin müqəddəratı olan 2 kişidir, xüsusəndir. Onun biri Rəsulullahdır, onun da biri Vəliyullahdır. Və Peyğəmbər aleyhisselam da buyurur ki, Ənə və Aliyyun, qala Rasulullah, Ənə və Aliyyun, və vəhi fi hadihil ümmə, mən və Əli, ümmətin atası yox. Bəli. Mən və Əli, ümmətin atası yox. Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır. Yəni, ümmətə mən atıydım, ha. Məndən sonra ümmətə yeganə atılıq eləyən Əli ibn Əbu Talib ola bilər. Çünki o ilahi xətdən bir anda olsun, belə çıxa bilməz. İnnəmə aleykumullah ayəsidir. Bəli, Əl-Həsab. Niyə görə? Çünki Əli əleyhissalam İslami ədalət prinsiplərinə yaşayıb və yaşadıb. Çox hədislər eşitmişsiniz bu barədə. Çox. Hətta qardaşı Əqil ki, ehtiyaclı olur gəlir Əl-İslamdan bir şey istəməyə. Məşhurdur da, bu bilirsiniz. Bəli, məşhur. Bu da Beytülmalın yerdə eləyir. Gəldi ki, bəs mənə belə bir şey. Orada bir dənə Şam nədir? Səndən heç ağlımıza gəlməz. Yaxşı. Əl-İslam Əqilə görə o Şamı söndürür, özünə aid olan Şamı yandırır. Sonra söhbət edir. Bir dənə Şam məsələsinə bax. Dedi, bəs niyə belədin? Əxi ya Əli. Dedi, o hökumətə məxsus olan Şamdır. O hökumətin işi görülən vaxt o yana bilər. Bu isə mənə şəxsi maldır. Şəxsi məsələ. Şəxsi məsələdə Yəni mən İslamı
Mənim şəxsi məsələm İslam məsələsindən üstün ola bilməz. Ağa Əmir Əlimovun bu cür ədalət sahibi. Allah özü bu ayətdə ki, iki mağazada deyir, vəradiytu ni'məti. Bu mənim neymətimdir. Baxdın? El-yevmə əkməltu və atmamtu ləkum dinukum. Allah deyir, mən dinimi kamillədim və tamamladım. Neyməti tamamladı. Neymət tamamladım. Hacı, bir sual əlavə eləmək istəyirəm, çox üzr istəyirəm. Bax, Qədirxum hadisəsinə qədər ki, o müxalif idilər Əli və onun ailəsinə, Peyğəmbərin ailəsinə. Yəni, bir Qədirxum hadisəsi yenə o hadisədən sonra bir dəyişikliklər mi oldu ya olmadı? Qədirxum ayəsindən sonra yəni bütün o cərəyandan bəri dəyişikliyin olmamaqlığı onda ola bilərdi ki, hamı bir əqidədə olardı Peyğəmbərin yanındakı kimi. Necə hamı Peyğəmbər zamanında Peyğəmbər Əsəmin yanında idi. Peyğəmbərdən sonra hamı Əsəmin yanında olsaydı, onda dəyişiklik olmazdı. Olubsa, bir qapı ki yanırsa, bunu Hristiyan qəlbi yandırmadı ki. Bunu Yahudi qəlbi yandırmadı ki. Peyğəmbərin yanında olan yəni. Peyğəmbər əleyhisselamın yanında olan insanlar bunu yandırdı. O Babul Həvaic qapısıdır. Babul Həvaiclər qapısıdır. Allah bunlar üçün deyib ki, Əl-Şura 23-cü ayəsində. Baxın. Buna məvəddət ayəsi deyərlər. Qul la əs'alukum aleyhi əcran illəl məvəddətə fil qurba ayəsi deyərlər buna. Allah deyib, bunu qul əmr edib Peyğəmbərə. Necə bu bəlliğ ayəsi, təbliğ ayəsi var ha? Bəlliğ, təbliğ ayəsi var ha? Təbliğ ayəsinin bərabərində bir də məvəddət ayəsi. Niyə? Deyir ki, əgər bunu çatdırmasın, Peyğəmbərliğini tamamlanmadı. Peyğəmbər eləməmişdir. Nə boyda məsələ? Bu ayədə gör, nə boyda məsələdir? Bu ilahi bir məsələdir. İndi bu ayəyə baxa, burada bax. Burada deyir ki, denəm, mən Peyğəmbərliyimin müqabilində sizlərdən heç bir əcr istəmirəm, məgər əhl-i beytə məhəbbət istəyirəm. Burada deyir, Peyğəmbəri eləməmsən. Düz, çatdırmalıdır. Çatdırmasan. Burada deyir ki, Peyğəmbərliyin əvəzində ümmətin ki, boyunda haqqın var, Peyğəmbərlik yapmaq. Əziyyət çəkmirsən. Onun əvəzində heç bir əcr istəmirəm, illəl məvəddətə fil qurba. Məgər əhl-i beytə məhəbbət istəyirəm. Əqrabama, yaxınlarıma məhəbbət istəyirəm. Kisa ayəsi, hədisi var da, kisa hədisi. Həmin kisa hədisi, həmin Əl-Əhzab surəsinin 30-cu ayəsidir. O kisa 5 kimsənə. Həmin o Əhzab 33-də 5 kimsədən danışır. Əhl-i beyt 5 nəfərdir. Muhammed Ali Muhammed isə Allahümme sallallahu Muhammed və Ali Muhammed. Muhammed Ali Muhammed isə 14 məsumdur. Əhl-i beyt isə 5 nəfərdən gedir söhbət orada. Müfəssirlər hamısını qeyd edirlər. Ona görə Qədirxum o məntəqəsi deyilən bir yerdə ki, Peyğəmbər təsdiq eləyəndə Allahın ayətin ki, təsdiq edir. Orada deyir ki, sən qorxma insanlardan. Görəsən nə vardı ki, orada dedi, sən qorxma insanlardan. Bax, orada hamısı Peyğəmbər Əsəmin yanındadır. Peyğəmbər Allahdan qorxandır, heç kimdən qorxmaz. Orada görəsən nə məsələ var ki, Allah onu vurğulayır. Özür deyir, kafir qovmundan qoruyaram mən sənə. Orada deyir ki, İnnəllaha la yahdil qavməl kafirin. Mən səni kafir qovmundan qoruyaram. Qorxma insanlardır, bu ayədir. Yəni, o qədər mühüm bir məsələdir. Elə bil, Həzrəti Əli əleyhissalam elə bil 124 min Peyğəmbərin haqqın imaməti ilə təsdiq edir. Möhürdür o. Baxdın.
Bu məsələdə də şeytan niyə Adəmə Allah ki səcdə elə Adəmə eləmədi? Niyə bilirsən niyə? Məsələ Adəm deyil. Məsələ Əhl-i Beytdir. Baxar deyək ki, bu nə danışırlar? Adəm hara, Əhl-i Beyt hara, eralar. Quran həm keçmişdən cavab verir, həm indidən cavab verir, həm gələcəkdən cavab verir, həm də qiyamətdən və qiyamətdən sonradan cavab verir. Quran ilahi kəlamullahdır. Quran Allahın kəlamıdır. Hər şey Allaha məxsusdur. Baxdın. Niyə görə bəs ona eləmirdi? Çünki Adəm indi xəlq olunub. O torpaqdan yaranıb, mən oddan yaranmışam, o da yaranmaz. Hə. Belə baxanda oda da bax, torpağa da bax. Hansının keyfiyyəti əfsəldir? Hansı əfsəldir? İnsan bəzən görsən hacım etdi. Allah sən hifz eləsin. Çox sağ ol. İnsan bəzən görsən qızarır. Bəzən görsən bozarır. Bəzən görsən qaralır. Bəzən görsən saralır. Hələ torpaq özü 4 unsurdadır. 4 rəngdədir. Bir insan görsən biraz qaralır, bir də görsən. Bir də görsən qızarır, tanır. Bəzən görsən saralır. Bəzən görsən qəzəblənir, bozarır. Həmin o bədənimizin, maddə aləminin xüsusiyyətini ispat edir. Sağ olasın. Sağ olun. Siz sağ olun. Onu ispat edir. Halbuki insan 4 unsurlar, yəni 11 torpaq. Hələ bu torpaq özü 4 tane unsur. Bax ha. Bu necə Adəmdən əfsal ola bilər? Əgər əfsal olsaydı, nəinki bu mələk. Gör nə qədər mələikləri vardı. Hamısı təsdiq elədi, bir də bu təsdiq eləmədi. Niyə? Çünki bu Əhl-i Beytin həqiqətini bilirdi. Bu təkəbbürlüyündən. Bu Adəmə yox, əslində bunun sülbündəki Əhl-i Beyt var. Əhl-i Beyt ki var. Bu Əhl-i Beyt var ki, Əhl-i Beyti sevənləri bu çox çaşdıra bilməyəcək deyə. Çaşdıra bilməyəcək deyə. Yaxşı? Çünki bir adam çaşanda təvəssül edir. İlahi, məni Peyğəmbərə xatir bağışla. Mənə bir yol göstər. Mənə bir yol göstər. İlahi, məni xanım Zəhraya xatir bağışla. İlahi, məni İmam Həsənə xatir bağışla. Və İmam Hüseynə xatir bağışla. Onu şəfi götürər Allah dərgahına. Quran deyir bunu. Elə Maidədə. وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةِ. Baxdın? Vəsilə ayəsindən çox, vəsilə haqqında çox ayələrimiz var. Şəfaət ayəsindən çox ayələrimiz var. Zuhruf 68 bəhs edir. Nisa 64 bəhs edir. Baxdın? Bu ayələrimiz də var çox. Yaxşı. Niyə bunu şəfi gətirdi? Çünki bunlar özlərini cəhənnəmdən qorumaq üçün günaha mürtəkib olanda, bunların ki, Peyğəmbəri və Əhl-i Beytdən məhəbbəti var, elə bilir mənim sənə məhəbbətim var, sən necə mənim məhəbbətim olmaz? Mümkün deyil. Mən amma kiçiyəm. Mümkün deyil. Amma Əhl-i Beyt böyükdür. Qüdrətləri var. Elmin lədunniləri var. Allah yanında izzətləri var. Baxdın, bunlar zərrə aləmindən, şeytan ki, bir də Adəmin sülbündə var bunlar, ona görə ona səcdə eləmirdi. Ona görə səcdə eləmirdi. Çünki insanların müqəddəratı Peyğəmbər və Əhl-i Beytdədir. Niyə? Bunu hardan deyirəm? Qur'an-ı Kərimin Əl-Taha surəsinin 109-cu ayəsindədir bu. Quran buyurur ki, يَوْمَ اِذِنْ لَا تَنْفَعُ الشَّفَاعَةِ إِلَّا مَنْ أَذْنَ لَهُ الرَّحْمَانِ وَرَضِيَ لَهُ قَوْلًا. O gün ki, qiyamət olar, Rəhman olan Allah izin verir o kəslərə ki, həm şəfaət eləsinlər, həm də qavlə danışsınlar. Sizin yerimizə danışsınlar. Yəni bizim yerimizə. Yəni mən, misal üçün da, bu günləri bir məsələm var, o məsələmin həlli üçün bir vəkilə müraciət edirəm. Niyə vəkilə müraciət edirəm? O vəkil də o insandır, mən də o insanam. Mən hüququmu
məsələlərimi bilmədiyim üçün, hə? Vəkil bu maddələri tanıdığına görə mən vəkilə müraciət edirəm ki, mənim yerimdən danış. Vəkilin bir xüsusiyyəti var. Yaxşı əməllərimi ortaya salmaz. Müdafiə eləsin. Müdafiə eləsin. Bildin? Bəli. Peyğəmbər o kəslərdən danışır burada. Yevmə edillə tənfəuş şəfaəh illə mən əvnə. Ləhur-Rəhman və radiyəlləhu qavlə. O günkü qiyamət olacaq. Rəhman Allah izin verəcək o kəslərə. O kəsə yox, o kəslərə. Həm şəfaət eləsinlər, həm də sizin yerinizə danışsınlar. Çünki qiyamətin səhnəsi bir ağır səhnədir. Ağır səhnədir. İnsanlar dünyada bunun məcazlarını görürlər bəzi insanlar. Bəzən adam var onunla danışanda, çatdırılanda, danışanda, görərsən ki, dili topuq vurur, danışa bilmir. Hətta düzgünlüyünü ispat edə bilmir. Vahiməsi var, vəhşəti var. Qorxuram ki, qəbirdə çırıxdıralar məni. Qumrun şeirində deyə, Allah rəhmət eləsin. Qorxuram ki, qəbirdə çırıxdıralar məni. Amma bu məhkəmə, o məhkəmədir ki, qiyamət, Allah həm özü vəkildir, həm şahiddir, həm də hakimdir. Qorx o məhkəmədən ki, o məhkəmənin sahibi həm vəkildir, həm şahiddir, həm də hakimdir. Xanım Zeynəb buyurdu da Yəzidə. Qorx o gündən ki, Yəzid, o günün şahidi də Allahdır, hakimi də Allahdır. Canımsan Zeynəb. Qiyamətdə o kəslər inşallah. Danışacaq. Əl-Əhzab gələn ayə, Əl-Nisa 59 gələn ayə, Əl-Şura 23 gələn ayə. Yaxşı. Bəli. Baxa, Ali İmran, baxdı, 61-ci gələn ayə, baxırsan. Ayələrdə, yəni hədis demirəm, ayələr, həmin o kəslərdir ki, bu ayələşilərdir. Seçilmişlər. Bəli, Rasulullah, Əli, Mubula, Əmir və övladı Əli. Bunlar şifaətçilərdir. Mən söhbətimdən də öncə də, xüsusən də bu Qədirxan bayramı münasibəti ilə İmam-ı Zamana təbrik edirəm. Muhammed və Onun atasının Qədirxan bayramıdır, böyük bayramdır və bütün müsəlmanları təbrik edirəm. Məxsusən də Əhl-i Beyt sevərləri. İnşallah. Və bu bayramı da həqiqətən də geniş surətdə keçirmək lazım. İnşallah bu arada danışacaq Hacı. İnşallah. Sualım olacaqsa, mən Hacı Ramin qardaşıma xüsusi minnətdarlığımı bildirəm. Hacı Elşən Xəzər, mənim dəyərli, mənim əzizim. O xəzinəndən, ya Allah, qidalanaq edəcəm, başımı dönürəm. Bugünkü möhtəşəm gün də ziyafət də Əlinindir. Qonaqlar da Əlinindir, cəmiyyət də Əlinindir. Əlinin eşqini qəlbində daim bəsləyər mömin. Əlinin eşqini qəlbində daim bəsləyər mömin. Təvəssül eyləyib hər gün imamın səsləyər mömin. Başın kəssün də zülmülə fəxarətlə deyər mömin. Qədirxan da Əlinindir, xilafət də Əlinindir. Sağ olacaq. Əlini səsləyib dürdar günündə Həzrəti Adəm, əlini səsləyib İsa, əlini səsləyib Məryəm. Bunların dəlilləri var hamısı. Yəni elə belə şeir deyə xətrinə deyil. İtaət vacibatdandır. Buyurmuş Həzrəti Xatəm, imamət də Əlinindir, vilayət də Əlinindir. Qədirxan da Əlinindir, xilafət də Əlinindir. Əli cani peyəmbərdir, Hacı Behayənin oldu. Əli cani peyəmbərdir, Əli Zəhraya dilbərdir. Əli şiri qəzənfərdir, döyüşlərdən müzəffərdir. Əli ruhi mütəhhərdir, Əli hakimdir, rəhbərdir. Qəzavət də Əlinindir, ədalət də Əlinindir. Qədirxan da Əlinindir, xilafət də Əlinindir. Əli dünyaya neymətdir. Ki, İkmal ayəsindəki neymət. Əli dünyaya neymətdir, Əli dəryayı qeyrətdir.
Əli mənay hikmətdir, Əli rah hidayətdir, Əli uşşaqa cənnətdir, Əli vallahi izzətdir, məhəbbət dəlilində səadət dəlil. O gün ki, Fatimə binti Əsəd, Əliləzəmin anası, İsmətin anası, o gün ki, Fatimə binti Əsəd ol İsməti ziba, tutub üzbeyt-i Allah'a deyib, ey xaliqi yeksa, çatıbdır həmlinin vəqti, izin vermə, olaq rüsva. Vay 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 vay. Bizi hifz et, bu ismət də, bu qeyrət dəli. Vay Vay Allah. Qaydaq bir ağanın o doğum gününə də, bu ki sözü dedi xanım, fəxarətdən dənizlər tək təlatüm eylədi Kəbə. Bu xoş söz, xoş xəbərdən bir təbəssüm elədik, açıldı. Məhəbbətlə bu mehmanın təsəllüm eylədi Kəbə. Bunu aləm bilir ki, bu fəzilət dəlidir. Bunu hamı bilir ki. Uşaqlıqdan Rəsul-i Əkrəmə meylin salıb Mövla. Gözün ona açdı işte. Uşaqlıqdan Rəsul-i Əkrəmə meylin salıb Mövla, nübüvvət bağının ətrin Peyğəmbərdən alıb Mövla. Bir evdə, bir ocaqda Həzrət ilə çox qalıb Mövla. Peyğəmbər ağuşunda istirahət dəlil. Güzel, güzel, güzel. Sağ ol Hacı. Yazıblar dəftəri eşqə, artıq bu təxəyyüldür. Yazıblar dəftəri eşqə, Əli təkdir, Əli təkdir. Əlini zikr edən dillər nə zibadır, nə göyçəkdir. Əli can, ruhuva qurban, bu bayramın mübarəkdir. Bu bayramla, bu təbriklə, bu hörmətlə. Sağ ol Hacı. Əlini bətnidə ruhi kimin salimdir mədəyidir. Bu bir dənə ölçü qaydadır. Əlini bətnidə ruhi kimin salimdir mədəyidir. Məsələn, müəllimdir, böyük vəzifədir. Müəllimdir, xətibdir, molladır, alimdir, mədh edir. Əlini mədh edib Qur'an etkilara da ehtiyac var. Əlini mədh edib Qur'an, bu elşən kimdir mədh edir? Bu sözlər də, bu tərif də, bu qiymət də Əlinindir. Sağ ol Hacı, sağ ol. Sağ ol başbadan. Doymuruq, doymuruq. Ya Allah. Ədli xudadi ələmin, ya Əli. Dərdə dəvadi kərəmin, ya Əli. Bir sözüvə canlara qeyrət gələr. Ümmət-i İslam'a şərafət gələr. Səltənət-i təxt-i ədalət gələr. Hər hala dəysə qədəmin, ya Əli. Sanki görüb həqqi gözün yazmısan. Bağlı olub vəhyə sözün yazmısan. İlk dəfə Qur'anı özün yazmısan. Yəni o cəmiyyət bilə ilk dəfə kitab alına Əleyhisselam Qur'an salır. Digər xəlifələrin dövründə kitab çap olundu, amma ilk dəfə kitab alına Əleyhisselam şərhi ilə bir yerdə. Katib Peyğəmbər deyirlər. İlk dəfə Qur'anı özün yazmısan, and içiləndi qələmin, ya Əli. Ayədə Allah deyir, and olsun qələmə. Hansı qələmə? Süfrəvə möhtacü rəfa elmdə. Hökmüvə aciz füqəha elmdə. Ağacan, sənsiz uzalmaz üləma elmdə. Elmə ocaqdır hərəmin, ya Əli. Sağ ol Hacı. İndi Əleyhisselam ki, bu qədədir, bu böyüklükdədir. Bəzən bizim bu dayaz ağlımız onu o boyda başa düşə bilir. Sual vermişəm burada özümüzmə. Ali məqamın kimə ifşa olar? Sənin olduğun kimi necə tanıya biləriz? Ali məqamın kimə ifşa olar? Hə, olsa o kəs Həzrət İsa olar. Ay. Niyə olar? Anlamıram ki, necə ehya olar, insan necə ölü, necə dirilə bilər. Anlamıram ki, necə ehya olar,
meyyidə dəyməzsə dəmin ya Əli. Allah, 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 Allah. Çox xəbəri ziddüyə yazdırdılar. Ümməti haqdan belə azdırdılar. Alimə illə quyu qazdırdılar. Dağları ağlatdı qəm ya Əli. Sən əbədiyyət göyünün mahisən. Sən şərəfin, sən ədəbin rahisən. Sən kişilik məktəbinin şahisən. Düşmən olub səndən əmin ya Əli. Bu da biraz bağlı cümlədir, şeirin bəzi əbcəd əlifbası deyilən bir şey var. Ona bağlı bir sözlərdir, deyəcəm onda sizə. Kəbə əzəldən sənə ünvan olur. Zülfüqarın cəngidə fırqan olur. Ki, Əli adı da, əyn lam yəy. Əyn o lam o yəy nədə pünhan. Sircidir 110 rəqəm. Ya Əbzətdə Əleyhisselamın kodu 110'dur da. Zülfüqar da, Kəbə də hamısı ona bağlıdır. O 110'a bağlıdır. Kəbə əzəldən sənə ünvan olur. Zülfüqarın cəngidə fırqan olur. Əyn o lam o yəy nədə pünhan olur. Sircidir 110 rəqəmi. Ya Əli. Hacı, çox sağ ol Hacı. Allah razı olsun. Allah qələm və ömrü və bərəkət versin. Təşəkkür edirəm. Sonsuz minnətlər. Doğrudan da Hacının qələmi ilə o bayramın bir qədər də ab-ı havasını daha da canlandırdı. Hacı Ramin, Hacı Şənxəzər, belə bir sual ki, bugün cəmiyyətin bu bayrama olan münasibəti və ya belə deyərdim də, bu bayram hansı ab-ı havada qeyd olunsa daha yaxşı olar. Ümumən belə açıq etiraf edək də, yəni o məsumların mövludları ilə bağlı olaraq mı deyim və ya şəhadət günü yeri gəlmişkən Qədirxundan bir az keçmir Mühərrəm ayı gəlir. Yəqin ki, inşallah bu barədə də sizdən o fikirlərimizi alacağıq. Ümumən bu cəmiyyət bu bayrama necə münasibət göstərməlidir, Hacı Ramin? Bizə bu bayrama münasibət təsəvvür edilən Hacı Mehdi. Və biz çıxmışıq ondan öncə Ramazan bayramından. Sonra Allah həcdə olan əzizlərimizin həclərini qəbul eləsin. Kəssi qurbanların qəbul eləsin inşallah. Sağ salamat gəlsinlər elimizə, obamıza inşallah, evlərini, ailərini yanına. Oradan daxil olmuşuq Qurban bayramına. Quran ki bizə buyurub. Ramazan bayramında, Qurban bayramında ki buyurub. Oradan daxil olmuşuq Qədirxun bayramına. Qədirxun bayramına daxil olacaq Muharrem ayına. Ramazan bayramı da imamətlə əlaqədardır. Ki, Allahın əmri də oruç tutmalı yox. Orucluq bizə hardan qalıb? İlahi əmirdir Peyğəmbərdən. Allahın əmri deyil, amma hardan qaldı bizə? Orucluq bizə qaldı Adəm əleyhissalamdan. Ki, tövbə elədi, Əhl-i Beyt şəfi gətirdi, Allah onu bağışladı. Yaxşı. Orada da Əhl-i Beytə şifa gətirdi. Allah da cəhana şəfi gətirdi ki, bağışlansın. Çünki o adları ona xuzuru kəlimat-ı Adəm ayəsi var. Kəlmələr, yəni Adəmə kəlmələr öyrətdi. Hansı kəlmələr öyrətdi? Nə kəlmələr idi? Ona and verdirdi Cəbrail, dedi ki, onları Allaha şəfi götürəcəkən ki, Allah səni bağışlasın. Adəmdir də, ilk bəşərdir. Bəlidir. Bilmir. Cəbrail ona müəllimlik edir. İstiqamət verir. Oradan qaldı, gəldi vilayətin günəşi Həzrəti Əli ibn Əbu Talib əleyhissalam Ramazan bayramının axırıncı əhyələrində, qədiriyyəsində şəhadət edir. Bu da Əli ibn Əbu Talibə məxsusdur. Bəli. Oradan gəldi, daxil oldu Qurban bayramına.
Ali ibn Abi Talib'in babası İbrahim aleyhisselam İsmail'i qurban kəsəcək. İshak'ı kəsməyəcək, ha? İsmail'i kəsəcək. Ha? Orada İshak məsələsi də var. Bəli, bəli. Əzəmətli bir qurbanla. Yaxşı. O İsmail də Həzrət Rəsullahın babasıdır. Yusuf aleyhisselam gəlir İshak'ın nəslindən, İshak peyğəmbəri. Həzrət Rəsulullah isə gəlir İsmail peyğəmbərin nəslindən. İndi gəldik hara? İbrahim aleyhisselama. Quranda nə deyir Allah? Ya İbrahim, biz sənə imamlığı verdik. Elə də öyle. Yani, İbrahim aleyhisselam da ölçü, ilahi mənim evlatlarıma da verir. Elə imamlığı verir. Gəldi bu qurban bayramında düşdü həmin nəyə? İmam məsələsinə. Oradan gəldik, çıxdıq Qədrxum bayramına. Bugünkü gündür Qədrxum bayramı. Bu da imamla əlaqəli məsələdir. Oradan da gedəcək, Muharrem ayına daxil olacaq. Həmin bu imamın oğlu İmam Hüseyin aleyhisselamın və bütün əhl-i əyalı, yar-ı ənsari o ayda şəhid oldu, şəhidə oldu. Yaxşı, hətta Rüqəyyə xanımına qədər. 3 yaşında Rüqəyyə xanıma qədər. Bu bayram da istəmirəm o cür kədərli məsələ olsun. Çünki Əhl-i Beytin özünün sözüdür ki, bizim sevinç güdülərimizə sevinin, qəm gümlərimizdə kədərlənmə. O da Muharrem ayına daxil oluruq, orada da imamətlə əlaqəli məsələdir. Ümmü gör, hardan hara gəlirik? Baxdın, birdən irad edirlər ki, yəni bunun, onunla misal üçün... Nə bağlılığı? Nə bağlılığı. Mən demirəm ki, bunu Quran deyir. Ramazan Quranda, Qurban Quranda, Qədrxum Quranda, yaxşı. Şəhadət də Quranda. Yaxşı, özə kim? Peyğəmbərin cigər parası. Hüseyin aleyhisselam. Cigər parası. Əmir-il Mu'minində ürək parası. Oğlu Hüseynin şəhadətidir. Baxırsan. Hətta üzr istəyirəm hacı, bəziləri deyirlər ki, Quranda mühərrəmlikdən bir xəbər yoxdur. Amma Allah təbarək və təala çox-çox üzr istəyirəm ha, hacı, ki, Quranda bir neçə şeyə and içir. O andlardan biri and olsun 10-cu günə. Əşuriyə. Əşərə. Yəni, belə adı açıq-aşkarı bir nümunədir də. Baxırsan, bu bəzən şeylər ki var, əzizim. Onsa Quranda hər şey var, amma bizim ağlımızın kəsatçılığından, yəni insan ağlının təfəkkürü Quranı əxs edə bilmir. Onu Peyğəmbər və əyimmə ki, onu əxs elədi, kəsb edərək yox. Elmi lədunni ilə. 3 dənə elm var da əsas. Elmi zatı var, ilahidə olan elm. Elmi lədunni var, Allahdan verilən elmlər, oxumazdan. Bir də elmi kəsbi var. Yəni, alimlərimizi Allah hifz etsin. Onlar dizin qıtlayırlar, elm oxuyurlar. Yaxşı. Bəzən də alimlərimiz oxuyurlar, əməl eləyirlər, oxuyurlar, əməl eləyirlər. Bəzən görürsən ki, onların da qəlb açılar, göz açılar. Allah deyir ki, biz elmi sizin böyüzə qoymuyoruz, götürün deyir. Baxdın, bu da var. Yəni, hər şey olsa, bu məsələlər hamısı, biz elə hər şey Quranda axtarırıq onsuz da. Elə şeylər var ki, biz onu edirik, hamı onu edir, amma Quranda yox. Quranda yoxdur, bəli. Və kimdə var o? O Peyğəmbərdir. Çünki niyə? O Əlil İslamdadır, o övladı Əlidir. Niyə? Çünki Allah bunları biz ümmətə model, insan modeli olaraq, yəni kişi necə olmalıdır? Peyğəmbərə baxıb oxşamalıdır, Ələsəmə baxıb oxşamalıdır. Qadın necə olmalıdır? Xanım Zəhraya baxmalıdır, xanım Zeynəbə baxmalıdır, o cür olmalıdır. Bəli. Olğu, nümunə. Bunlar ən gözəl əxlaq sahibləridir. Yəni bu hamısı Allaha bağlıdır məsələdir. Quran deyir ki, çox ağla az gül. Yəni ağlamaq əgər olmazsa,
da onda yəni biz yəni Allahı Yaqub peyğəmbərdən yaxşı tanıya bilmərik ki. Mümkün deyil, bəli. Evlad da Allah deyir ki, mən sizi evladlarınızla İmtahan bizə mallarınıza imtahan edərik. Bəli, bəli. Və Yaqub əleyhissalam bilmir ki, evladsın ağlamaq olmaz. Hə? Və necə oldu ki, hələ Yusuf peyğəmbərin və xəbəri yoxdur. Biri var, ölüm xəbər tutasın, ağlayasan. Hələ bunun həsrətindən ağlayır. Onda Allah deyir ki, ya Yaqub, sən niyə ağlayırsan, sən günah eləyirsən? Bu şeylər eləmək olmaz. Həzrət Peyğəmbər, Həzrət Hüseynin uşaq vaxtlarında ağlayırdı. Vaxtının öpər də boğazından ağlayırdı. Çünki Peyğəmbərin xəbəri var bu işdən. Hətta axır ləhsələrində Ağa Rəsulullah deyir, gətirin qoyum sinəmi üstünə. Bəli, bəli. Öpür boğazından Bəli, ağlayır. yəni bu qədər önəmli məsələdir Qədırxan bayramı. O bayramlar qədərində önəmli məsələ. Çünki o bayramları qoruyub saxlayan vilayətdir. Vilayət aradan getsəydi, o bayramlar hamısı getmişdi. Bəli. Hacı, çox sağ ol. Allah razı olsun. Allah elmimizə, imanımıza və ömrümüzə bərəkət versin. Təşəkkür. Hacı, illərdir ki, yəni xidmətiniz var, göz qabağındadır bu xidmət. Amma Azərbaycanda sizi təxəllüslə tanıyırlar. Sözün əsli mənasında, yəni molla təxəllüsü ilə tanıyırlar. Bu, mənim özüm üçün də maraqlıdır. Tamaşaçılar üçün də maraqlıdır. Bu molla təxəllüsü hardan irəli gəlir? Ya Allah. Bəli, elə o cürdür. Mən uşaq yaşlarımdan, erkən vaxtlardan Allah ölənlər üzrə rəhmət eləsin. Allah rəhmət eləsin. Köhnə Əl-Bayramda, indiki Şirvan şəhərində. Rəhmətli atam Allah rəhmət Allah eləsin. rəhmət ölənlər üzrə Allah rəhmət rəhmət eləsin. da dünyasını dəyişinə qədər Allah elimizdən, obamızdan razı olsun. Hamı onun ehtiramını gətirirdi. Ata kimi, əmir kimi, dayı kimi, ağsaqqal kimi gətirirlər və Molla Əbdülhəsən kişi deyirdilər. O zaman da biz uşaq vaxtında az belə dinlə məşğul olan olardı da. Biz məktəbdə də oxuyanda molla da, bir şey ata molla da mən namaz qıldığım üçün o zaman namaz qılanlara elə deyirlər molla belə bir şeylər deyirlər. Belə şeylər təbliğ az idi o zaman. Və ondan sonra cavan vaxtı elə belə məktəbdə, idmanda belə şeylər, belə Quran oxuduğuma görə atam molla olanda gedirdim uşaq vaxtı yanında Quran oxuyurdum. Quran oxuyurdum. O zaman o yerlərdə də uşaqlar olur da, o Allah rəhmət etsin hamısını, onların sahiblərinin içində uşaqları olardı. Onlar da məni orada görürdülər. Deyirlər molla. İndi həmin o adamlar gəlib mənim yaşımda olublar. Və hal-hazırda bu şey davamdır. O vaxtdan elə Molla Ramil kimi deyiblər. Bununla əlaqəli olub. Çox gözəl. Təxəllüs kimi bu cür qalıb, amma qeyri-adi bir yerdən təxəllüs ləqəb kimi yox. Uşaq vaxtından bu cür gəldiyimə görə elə Molla Ramil deyə deyiblər. Təxəllüs eldən gəlir. Eldən, doğrudan eldən gəlir. Allah var eləsin. Hacı, Allah valideynimizi rəhmət eləsin. Amin ya Sizə can Rabbi. sağ olun. Və bir şey də özümə borc bilirəm vurğulamağı. Bu son zamanlar, yəni bu Hacı Elşən mənim dəyərli qardaşım, böyük qardaşım, yəni o mənim sözümü təsdiq edir ki, əvvəlki axundlarımız ki var idi, yəni mənbər eləyərdilər, mənbərdən sonra zikri müsibət ruhsani də özləri oxuyardı. Amma bu son dövrlər bir qədər azalıb. Amma Hacı Raminin çox gözəl səsi var və gözəl muhaxandır. Dəqiq elədir. Ya vallahi mən o oxuyanda mən özümü oxumağına xüsusi belə yəni qulaq asıram. Hacı, yəni bu bayram günündə bir sən bir şey oxumayacaqsan. Elə bir şey ola bilər. Oxu inşallah. Elə Əli əleyhissalamla Qədırxan bayramı olduğu üçün Nə gözəl Hacı. Əli əleyhissalamla mədh eləyərəm. O da elə mənim dəyərli qardaşım, böyük qardaşım Hacı Elşən Xəzərin yazdığıdır. Nə gözəl. Mən söhbəti bilirdim. Şeiri ki, Hacı Elşən göstərdi. Səslə oxumaq üçün bir kəlmə, bir misrəyə oxuyaq. Xoş olar. Hamınıza xoş olar. Ya Allah.
aşık ara üst tuttu dergâh-ı ellidir. Mənayı beşer kelimesi vallahi elidir. Sen eşkı haber al, eğer aşıkları görsen, kim ahlesen bil ki onun ahı elidir. Bir yol tanıram düz aparır hane eşkâ. Kim olsa nöker Fatime'ye Şah-ı Ali'dir. Ya Yani Ali kim? O şah kimdir? Ali kim? Kur'an kimi her kelimesi insana şefaattir. İnsanlara agah eden Allah'ı Ali. Ali'dir. Zulmette azıpsansa eğer tut eteğinden köylerdeki seyyarelerin mahir elidir. Maşallah. Min yol olan ay olmasa zulmette azarsan, Cennata gel. zennata giden rahi fakat rahe alidir. Maşallah maşallah. Sağ olasın, sağ ol. Ali kimdir? Çok dahilerin azim et. Can, can. Allah sen de hazır için atıbı rahmet etsin. Amin Kalemler ya açar. Rabbi. Amin. Bütün öğrenlerimiz Allah'a. Çok dahilerin adı suallar koyup aziz. Bir dahini dünya tanıyor. Dahi Ali'dir. Elşen nezamet heyleyesen sen bele şahe. Bir haldaki Allah özü meddahe Ali'dir. Maşallah maşallah. Maşallah, ay maşallah. Maşallah, sağ olasın. Maşallah, Sağ olasın. maşallah, Hacı Eşen, maşallah, Hacı Eşen. maşallah. Kurban olsun sana. Elə bu Hacı- beyt, elə Allah Maşallah. zindayət dedim. Mən Dahi Əlidir. Ne yazmışsan? Elə burada? Hacı Elşən özü yazıb. Məndə Hacı Elçin qardaşım var. Hacı Elçi qardaşım var. Onunla Nəcəfdə idik. Həzrət Əlinin hərəmində sübh vaxtı. Elə namaz idik. Dedim Hacı Elçin nədir? Dedim bana Hacı Elşən Xəzər yazıb. Atıb mənə gördü. Dedim 5 dəqiqə bunu əzbərləyəcəm. Duracam Həzrət Əlinin yanında oxuyacam. Sənə qurban olum. Allah kabul Elə etsin. 5 dəqiqədə oldu. Bu da mənlik olmadı. Yəqin ki, Əl-Rəssamın özünün bir duası oldu, inayəti oldu. Bəli. Elə oxudum da orada da Hacı Elçin qardaşımın yanında Hacı Elşən Xəzər qardaşımın yazdığını elə orada Subhanallah. Əl-Rəssamın məhzərində oxudum. Subhanallah. Subhanallah. Can, Hacı Eşen Xəzər. Tamam. O gözəl qələmindən süzən sözlərdən bir feyz alaq. Hacı Ramin Allah səni bizə çox görməsin. Allah Var Həm olasın. elmdə, həm səsdə. Hacı var olasan. Sağ Gözümün nuru. Başım ol. olsun. Xüsusi, Sağ ol. xüsusi bayram oldu bugün. Ya Allah. Ha da bizim
qəlbimizdə belə bir şey var ki, də qurban kəsiləndən sonra Məhərrəmin ətri gəlir yada. Bəli. Qədirxum da düşüb araya ki, biraz heç olmasa sevinək də, çünki qabaqda biraz. Bəli, ilahi qurbandan gedirik ilaha qurbana tərəf. Bəli. İnşallah 2 dənə şeir oxuyaram, qalsın. Bəlayı eşqə düşənlər duasını artırsın. Dua vəsilədir, Allah rizasını artırsın. Həqiqətin kərəmindən pay almayan hər kəs, həqiqətin kərəmindən pay almayan hər kəs, namaz-ı şəb buyurublar, nəvasını artırsın. Bəla gələndə əzizdir vücudu aşiqdə, məriz həbibi soraqlar, şifasını artırsın. Məqam-ı aşiq-i canan məqam-ı əladır, məbadə kimsə buna iddiasını artırsın. Əql deyir yol uzundur, mənim də həddim var. Əmir bilənlər itaət səfasını artırsın. Təfəkkürün sözü azdır bu rahi sevdada, xəta edər ki, bəşər də xətasını artırsın. Təfəkkürün daşın atdı bilənməyin dadın. 14 məsumun ətrinə məst olanlar artıq düşünmək istəmir. Onlar nə deyirlər odur? Təfəkkürün daşın atdı bilənməyin dadın, qədəh sınar, çalışar ki, difasını artırsın. Əgər qorunmasa mürşid, müridə hacət yox. Əqidə sahibi mütləq şücasını artırsın. Hüseyn deyib Yəzidə beyyət eyləyən çoxdur. Riyakarın görüm Allah riyasını artırsın. Hüseyni qətligəhində satanların Allah Rüqəyyə eşqinə xatir bəlasını artırsın. Niyə? Buna görə imamətin günəşi Kərbəlada etdi zühur, gəldi bunları qaranlıqdan çıxartsın, nura aparsın, bunlar öldürdülər. İmamətin günəşi Kərbəlada etdi zühur, qaranlıq əhlinə elşən, ziyasını artırsın. Sən əziz o bənd-i qəlbi Müstəfasan, ya Hüseyn. Can Hüseyn. Nur eyni iftixar-ı mürtəzasan, ya Hüseyn. Ruhi zəhrasan, rəisi övliyasan, ya Hüseyn. Həm qürur o, həm vüqar-ı müctəbasan, ya Hüseyn. Canuva qurban, şəhid-i Kərbelasan, ya Hüseyn. Sən Hüseyn ibn Əli, tac-ı şərafət səndədir. İsmət o, şan o, vüqar o, izz o, qeyrət səndədir. Sən əmiri masəvasən, çün imamət səndədir. Sinə açmaq tir o peykanə, şücaət səndədir. Qəhrəmansan, məktəb o, dərs-i şücasən, ya Hüseyn. Ta əzəldən aşinadır qanlı bir pərçəm sənə. Azdır hər gün ağlayarsa, hətta 1000 aləm sənə. Qəm çətindir, sən qəmə aşiq olubsan, qəm sənə. Cəm məlaik səcdə eylər Adəmə, Adəm sənə. Ali sənsən, xilqət içrə ibtidasən, ya Hüseyn. Tapmıram bir kəs deyəm, aləmdə bənzərdir sənə. Sən nə şahsan, 6 aylıq körpə yavərdir sənə. Qanlı çöldə aşina peykandı xəncərdir sənə. Səcdəgahın məqtəlün sərnizə minbərdir sənə. Sən bəşərsən ya mələk, sirri xudasən, ya Hüseyn. Can verəndir maizön nitqün xitabun möcüzə. Qanlı sinan Tur-i Sinadır, kitabın möcüzə. Qəlbi nur eylir cəmal-i aftabın möcüzə. Həm qiyamın möcüzə, həm inqilabın möcüzə. Möcüzə azdır, fədai kibriyasən,
ya Hüseyin. Her zaman Allah'a xatir can verenler görmüşük. Xaki İslam'a riyasız qan verenler görmüşük. Mal-ı mülkün sailə ehsan verenler görmüşük. Oğlunu öz yarına qurban verenler görmüşük. Sen bu qurbanlar içinde övliyasən, ya Hüseyin. Pərçəmi haqqı sərafraz eyləyər qanun sənin. Ruhumu eşq ilə həmraz eyləyər qanun sənin. Cənnətə zibhi əzim naz eyləyər qanun sənin. Daş olan hər qəlbi almaz eyləyər qanun sənin. Lütfü rəhmansan, əcaib kimiyasən, ya Hüseyin. Kim acı itrətlə rəftar eyləyər, küfr eyləyər. Kim bu pis rəftarı iqrar eyləyər, küfr eyləyər. Kim buna öz xəlqin israr eyləyər, küfr eyləyər. Kim nidai haqqı inkar eyləyər, küfr eyləyər. Sən ədalət hülqumundan bir nidasan, ya Hüseyin. Elşənəm, məhrəmd ərşin əhlinə ahım mənim. Kuyi yarə sail etdi əbdi Allahım mənim. Çün bu kandarda müəyyən oldu islahım mənim. Sən bəqasən, sən fəna olmazsan ey şahım mənim. Bir fəna fillah məqamində fənasən, ya Hüseyin. Allah verilişinizə bərəkət versin. Allah bu zəhmət özü yerdə qoymasın inşallah. Allah razı olsun. Xeyirli, bərəkətli olsun inşallah. Bütün tamaşaçılarımıza da təşəkkür edirik ki, bizi izlədilər. Var olasın. Çox sağ olun Hacı. Bizi izləyənlər çox sağ olsunlar. Başda da sizə təşəkkür edirəm. Sizin heyətinizə, Hacı Mehdi. Allah razı olsun Hacı. Allah işlərinizə bərəkət versin. Amin. Allah Teala sizi dünya və axirət Peyğəmbər Rasulullah Xanım Zəhra salamullah aleyha bu bayramın sahibi Əmiril Müminin Ali ibn Əbu Talib və övladı Ali ilə hər iki dünyada sizi məhşur eləsin. Amin ya Rabbi. Çox təşəkkür Allah ederim. Teala bu bayramı bütün Əhl-i Beyt sevərlərə mübarək qərar Amin versin. ya Rabbil Aləmin. Bu bayramı da yüksək səviyyədə bəli keçirilməlidir. Amin ya Rabbil Aləmin. Mən hər iki dəyərli qardaşıma, əziz qardaşıma, Hacı Raminə, Hacı Eşən Xəzərə xüsusi minnətdarlığımı bildirirəm. Bəli, dəyərli izləyicilərimiz, bax, bugün Qədirxum adlı bayramımıza həsr olunmuş verilişimiz sona çatdı. Ümid edirəm ki, hər birimiz üçün bir maraqlı dəqiqələr oldu, mənəviyyatlı dəqiqələr oldu. Odur ki, Allah həm bu bayramı inşallah günahlarımızın bağışlanmaqlığı ilə bizlərə mübarək qərar versin. Amin. Allah təbarək və təala zamanın zuhurunu, zamanın sahibinin zuhurunu təcil etsin. Bax, gələn həftənin bugünkü gününə qədər özünüzü xəta və bəlalardan qoruyun. Mübarək Mah-i Mühərrəm ayında inşallah ki, yenə də xidmətinizdə olacaq, bizləri izləməyi unutmayın. Sağ olun, salamat qalın.